Ölkədəki zəlzələ ocaqlarında aktivlik müşahidə olunur. Şamaxı, İsmayıllı və yaxın ərazilərdə maksimum 4 baladək zəlzələ gözləniləndi. Bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulan Babayev deyib. Seysmoloqun sözlərinə görə sözgedən ərazilərdə zəlzələlər tarix boyu güclü və hiss edilən olub. Son günlər biz müşahidə edirik Şamaxı İsmayıllı ərazisində seysmik aktivlik müşahidə olunur. Biz bunu görürük. Bu təbii ki, seysmik rejimin dəyişməsinin bir təzahürüdür. Təbii ki, Şamaxı İsmayıllı ərazisi Azərbaycanın ən aktiv ərazilərindən biridir. Burada tarixi zəlzələlər də baş verib. Həm güclü, həm hiss olunan, həm dağıdıcı zəlzələr baş verib. Gördüyünüz kimi bir qədər səthə yaxın olan zəlzələdən sonra bir neçə zəlzələ baş verdi. Bunlar avtoşoklardır. Qulan Babayev bildirib ki, mövcud seysmik proseslər qonşu zəlzələ ocaqlarını da hərəkətə gətirə bilər. Şəki Oğuz, Quba Şabran, Aran bölgəsində isə Hacıqabul istiqamətində mövcuddur ki, həmin ərazilərdə də seysmik aktivliyin artması mümkündür. Seysmoloq qeyd edib ki, Bakıda və Abşeron yarımadasında da seysmik ocaqlar aktivləşib. Bakı və Abşeron yarımadası üçün təhlükəli seysmik ərazilər məhz Şamaxı İsmayıllıdan gəlir. Həm də ki, Xəzər dənizi ərazisində. Xəzər dənizi ümumiyyətcə, bütün Xəzər dənizi seysmik aktiv ərazidir. Burada seysmik ocaqlar zəngindir və müxtəlif geoloji pozuntular, qırılmalarla zəngin bir ərazidir. Hal-hazırda düşünmürəm ki, hər hansı bir güclü hiss olunan zəlzələ baş versin, amma onu deyə bilərəm bir seysmoloq kimi, ərazi aktivləşib. Qulan Babayev qeyd edib ki, Türkiyə, İtaliya və Avropanın bəzi seysmik zonaları ilə müqayisədə Azərbaycan nisbətən daha sabit hesab olunur. Bunun əsas səbəbi tektonik hərəkətlərin və geodinamik proseslərin sürətinin o qədər də intensiv olmamasıdır. Kənan Qafar, Əli Ələkbərov, Xəzər xəbər.